Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Möhtəşəm bir mənzil təqdim edəcəm indi sizlərə. Biz hal-hazırda Panorama Park yaşayış kompleksindəyik. Sizə yeni təmirdən çıxmış və təmirdən sonra yaşayış olmamış ideal təmirli, dəniz mənzərəli bir mənzil təqdim edirəm. Dəyərli izləyicilər, hal-hazırda biz mənzilin qonaq otağında dayanmışıq. Mənzil həqiqətən ideal və zövqlə təmir edilib və dizayner tərəfindən təmir olunub. Təmirdə bütün incəliklər hamısı düşünülmüşdür. Qeyd etdiyim kimi mənzil dəniz panoramalıdır. Biz bunun rahatlıqla şahidi ola bilirik. Özü də belə deyək, vitraj pəncərə ilə. Biz hal-hazırda axşam vaxtı mənzilə gəlmişik və təmiz açıq pəncərə ilə, vitraj pəncərə ilə siz dənizi rahatlıqla seyr edə bilərsiniz. Zalı bu rakursdan da sizlərə təqdim edək. İndi isə giriş hissəsinə keçid alırıq. Bura mənzilin giriş hissəsi. Girişdən sol tərəfdə mənzilin mətbəxi yığılıb. 52 kvadratdır mənzil. 20 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Mətbəx mebelimiz tavana qədər quraşdırılmışdır və rənglərdən zövqlə rənglər seçilmişdir. Gördüyünüz kermogranit mərmər olan hissə isti pol ilə təchiz edilmişdir. Bu hissədən də baxış keçirək. Üzbəüz istiqamətdə belə bir dəhliz dolabı yığılmışdır və mənzilə xüsusi gözəllik verir. Ümumilikdə mənzilimiz səs sistemi ilə təchiz olunub. Yəni rahatlıqla musiqini mənzildə dinləyə bilərsiniz. Bura isə ümumi olan hamam otağımızdır. Bütün aksesuarlarımız quraşdırılmışdır. Və dediyim kimi mənzildə təmirdən sonra yaşayış olmamışdır. İndi isə yataq otağına keçid alaq. Və bizim yataq otağımızdır. Dəyərli izləyicilər, sahəsi yəni kiçik deyil. Və yataq otağının qarşısında eyvanımızdan birbaşa olaraq dəniz mənzərəsi. İstilik sistemimiz kombidir. Qazı suyu işığı daimidir, kupçalıdır. İpotekaya yararlı mənzildir. Qeyd etdiyim kimi 20 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Yeni təmirdən çıxıb və təmirdən sonra bircə gün belə yaşayış olmayıb mənzildə. 52 kvadrat sahəyə malik mənzildir. Əlavə məlumat və mənzilə baxış keçirmək istəsəz 070 305 22 22 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.